Veriliş başlamamışdan qabaq siz dediniz ki, mən digər blogerlər kimi deyiləm, məndə ssenari var. Bəli. Yeməkdə ssenari necə qurursunuz? Yeməkdə ssenari belə qurulur ki, mən əvvəlcədən oxuyuram ki, izləyici nə istəyir. Nə istəyirsiniz? İzləyici deyir ki, birinci mənə de görüm, bura haradır? Qiyməti nədir? Sonra Yox, qiyməti demə. Ah. Bura haradır? Və qiymətlə bağlı birinci ipucu göndərirəm də əvvələ. Ki, misal, sərfəlidir. Sona kimi izlə. Yəni bu tip izləyici ilə danışıram ekranla. Və başlayıram yeməkləri göstərməyə. İnsanlara maraqlı nədir ki, yeməyi göstərdi nə? Yaxşı, bura necə bir yerdir? Okey, birinci sonra ötürüş veririk ki, bura necə yerdir, onu göstərirəm. Okey. Sonra kulminasiya nöqtəsi gəlir. Ən çox bəyəndiyim yeməyi daha çox ekranda göstərmək. Ki, gələn insan yönlənsin ona. Gəldi, yönəldi ona, onu da bildik, qoyduq qırağa. Yavaş-yavaş düşürük aşağı. İzləyici bezib, baxmaqdan. Nəyə baxım sonra? Aha, gəldik növbəti hissəyə. Ya biraz gülməli bir şey olmalıdır, ya elə bir şey olmalıdır ki, izləyici yenə desin ki, aha, dayansın. Onun üçün növbəti ya yeməyi göstərirəm, ya da ki, növbəti kiçik bir zarafat, kiçik bir şey olmalıdır orada, onu verirəm. Ondan sonra sonluq.